Bugün nəhayət ki, sizlə günlük universitet makyajımı bölüşürəm. İlk öncə saçlarımı toplayıram. Üzümə uzun müddətdir ki, Esklamın tonal kremini istifadə edirəm. Bu arada mən fırçayla yayıram. Konsiler olaraq L'Oreal'ın konsileridir. Məndəki ən açıq rəngi olmalıdır. Deyəsən bu videonun əslində adı əlverişli tezbaza bir palet olmalıydı. Çünki bu videoda bu paleti həm bronzer, həm allıq, həm də ten olaraq istifadə edirəm. Daha sonra qaşlarımı darayıram. Niyəsə qaşımı daramaq həmişə əvvəldə yadımdan çıxır. Və tuş, makyajın əvəz edilməzi. Daha sonra 765 nömrəli Miss Taysin karandaşıdır. Notun pomadası. Son olaraq isə makyajım bu şəkildədir.